لكن نتخيل أن الناس بيرضون عنا جميعا، لا، ارفع رأسك وقل أنا سلفي، ما في شيء. إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا، من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له، وأشهد أن لا إله إلا الله وحده لا شريك له، وأشهد أن محمدا عبده ورسوله. Əmmə bə'd, əziz və dəyərli müsəlmanlar, Şeyx Vasiyullah Abbas Hafizahullahın tabiçilik və sələf fiqhinin əsasları kitabının tərcüməsi dərslərimizdə 9-cu fəsilə çatmışıq. Bundan öncə bəzi mühüm məsələlər barəsində danışıldı və Şeyx bu 9-cu fəsildə təğayyürül hali bə'də xeyril qurun, yəni xeyirli nəsildən sonra, xeyirli insanların yaşadığı əsrdən sonra insanların halının dəyişməsi barəsində danışır. Və Şeyx buyurur ki, وَكَانَتِ الْحَالُ هَكَذَا حَتَّى آلَ الْأَمْرُ إِلَى تَقْلِيدٍ مَنْ قَوْلُهُ لَيْسَ بِحُجَّةٍ. Deyir ki, iş bu cür, yəni bu halda davam edir və hətta o vəziyyətə gəlib çatır ki, insanlar sözü hüccət olmayan kimsələrə təqlid edirlər. وَأَوْجَبُ عَلَى النَّاسِ أَلَّا يَخْرُجُوا مِنْ قَوْلِ أَحَدٍ مِنْهُمْ. Və insanlara vacib edirlər ki, bu təqlid etdikləri kimsənin sözündən kənara çıxmasınlar. وَمَنْ قَالَ إِنِّي لَا أُقَلِّدُ وَاحِدًا بِعَيْنِهِ بَلْ جَمِيعُهُمْ أَئِمَّتُنَا وَأَتَّبِعُ الْجَمِيعَ فِيمَا وَافَقَ الدَّلِيلَ عَيْبٌ عَلَيْهِ وَلُقِّبَ بِلَا مَذْهَبِ. Və deyir ki, yəni insanlar arasında elə kimsələr var idi ki, deyirdilər ki, mən müstəqil olaraq bir məzhəbə təqlid etmirəm. Mən o imamların hamısına təqlid edirəm. Yəni onların hamısından dəlili götürürəm. Və mən dəlilə tabi oluram. Məzhəbə tabi olmuram və dəlil nə vaxt ki, məsəl üçün məzhəb dəlilə uyğun olarsa, onda onu götürürəm və nə vaxt ki, məzhəb dəlilə müxalif olarsa, bu zaman eyb məzhəbin özünədir. Və bu cür kimsələri necə adlandırdılar? Necə ki, bugünkü gündə də bu sözü deyən kimsələrə deyirlər ki, məzhəbsizdir. Deyirlər ki, məzhəbsizdir. Və o günkü gündə də elə idi. O vaxtı da elə idi. Yəni, təqlidi qınayan, kör-körənə təqlidi, məzhəblərə təqlid etməyi qınayan kimsələrə, yəni məzhəbsiz deyirdilər. Və yaxud da ki, bəzi zəlalət fikirlərlə və müsəlmanlara yaraşmayan sözlərlə insanları vəsf edirdilər. وَهَكَذَا كَانَ التَّابِعُونَ وَأَتْبَاعِهِمْ مِنَ الْأَئِمَّةِ الْأَرْبَعَةِ وَغَيْرِهِمْ. Və tabeinlər və tabeinlərdən sonra gələn imamlar da bu cür idi əslində. Onlar da dəlilə tabi olurdular. وَكُلُّهُمْ مِنْ أَهْلِ الْحَدِيثِ. Və onların hamısı hədis əhli idi. وَقَدْ نَهَوْا تَلَامِيذَهُمْ عَنِ التَّعَصُّبِ لِأَحَدٍ بَلْ وَالتَّقْلِيدِ لِأَحَدٍ مُعَيَّنٍ. Və onlar özləri, istər tabeinlər, istər tabeinlərdən sonra gələn imamlar, öz tələbələrini bir kimsəyə təəssübkeşilik etməkdən və hətta müəyyən bir kimsəyə təqlid etməkdən qadağan edərdilər. وَحَاشَاهُمْ أَنْ يَعْمُرُوا بِالتَّقْلِيدِ وَبِالتَّعَصُّبِ. Yəni onlara kiməsə təqlid və yaxud da ki, bir kimsənin sözünə təəssübkeşilik etməyi, yəni etməyi əmr etmək onlara yaraşmazdı. Baxın, yəni əziz və dəyərli müsəlmanlar, yəni bu imamlar, istər tabeinlər olsun, istər tabeinlərdən sonra gələn məzhəb imamları olsun, onlar özləri öz tələbələrinə təqlid etməyi onlara qadağan etmişdilər. Təəssübkeşlik etməyi onlara qadağan etmişdilər. Və onlar Quran və sünnə ilə yaşayırdılar. Və onların həyatı, onların ətləri və qanları yalnız sünnəyə tabiçilikdə idi. Və İmam Alləmə Albani rahimehullah
bu alimlərin bəzi sözlərini qeyd edir. Hansı ki, bu alimlər, məzhəb alimləri Əbu Hənifə rahimehullah olsun, İmam Malik, İmam Şafi və İmam Əhməd onların təqlid barədə və yaxud da ki, bir kimsəyə təqlid etmək barədə və yaxud da ki, bir məzhəbə, bir görüşə təəssübkeşlik etmək barədə onların sözləri var. Və bu sözləri alimlər bizə nəql edirlər, bizə çatdırırlar. Yəni, gəlin baxın görək ki, yəni bu alimlər öz məzhəblərinə, insanlara təqlid etməyə icazə verirdilərmi? Öz tələbələrinə deyirdilərmi ki, bizim məzhəbimizə təqlid edin, bizim məzhəbimizlə gedin və yaxud da ki, bizim məzhəbimizə təəssübkeşlik edin və yaxud da ki, öz tələbələrinə deyirdilərmi ki, siz məzhəbsiz yaşaya bilməzsiniz. Və bunlardan ilk öncə Əbu Hənifə rahimehullah, Əl-İmam Əbu Hənifə Ən-Nu'man ibn Səbit, böyük imamı idi Əbu Hənifə rahimehullah və onun tələbələri, onun davamçıları, onun bir neçə sözlərini bizə rəvayət eləyirlər. Və bunların hamısı, bu sözlərin hamısı, İmam Əbu Hənifə rahimehullahın sözləri hamısı bizə nəyi göstərir? Tabeçiliyin, hədisə tabe olmağın vacib olmasını və imamların sözlərinə, rəylərinə təqlid etməyin tərk olunmasını bizə öyrədir. Yəni, baxın, Əbu Hənifə rahimehullah deyərdi ki, İzə sahhəl hədithu fəhvə məzhəbi. Deyərdi ki, əgər hədis səhihdirsə, mənim məzhəbim odur. Əgər hədis səhihdirsə, mənim məzhəbim odur. Həmçinin Əbu Hənifə rahimehullah deyərdi ki, Lə yəhillu li əhədinə ən yəxudu bi qavlinə mə ləm ya'ləm min əynə əxadnəhu. Deyərdi ki, yəni bizim dəlili hardan götürdüyümüzü bilməyincə bizim sözümüzü götürmək bir kimsəyə halal deyil. Yəni, baxın, yəni biz bu sözü hardan qaynaqlanmışıq? Bizim dəlilimiz nədir? Bizim sübutumuz nədir? Bunu bilməyincə bizim sözümüzü götürmək bir kimsəyə halal deyil. Və həmçinin Əbu Hənifə rahimehullah deyərdi ki, Haramun alə mən ləm ya'rif dəlili ən yufti bi kələmi. Və Əbu Hənifə rahimehullah deyərdi ki, mənim dəlilimi bilməyincə mənim sözümü fətva vermək haramdır. Mənim dəlilimi bilməyincə mənim sözümü fətva olaraq gətirmək, mənim sözümü bir məsələdə yekun söz olaraq, fətva olaraq qeyd etmək haramdır deyərdi. Və həmçinin Əbu Hənifə rahimehullah deyərdi ki, فَإِنَّنَا بَشَرٌ نَقُولُ الْقَوْلَ الْيَوْمَ وَنَرْجِعُ عَنْهُ غَدًا. Deyərdi ki, biz bəşərik. Biz bəşər övladıyıq. Yəni, biz məsum deyilik, biz xətaya, günaha düşürük. Biz bugün bir sözü deyirik, sabah ondan qayıdırıq. Biz bugün bir sözü deyirik, sabah ondan qayıdırıq. Və həmçinin Əbu Hənifə rahimehullah tələbəsi Əbu Yusufə deyərdi ki, Vayhək ya Yaqub. Deyərdi ki, ey Yaqub, vay sənin halına. Lə təktub kullu mə təsmə'u minni. Məndən eşitdiyin hər bir şeyi yazma. Fə inni ərə rə'yəl yevmə və ətrukuhu qadən. Və ərə rə'yə qadən və ətrukuhu bə'də qadin. Mən bugün bir rəyi görürəm, üstün görürəm, sabah onu tərk edə bilərəm. Və mən sabah bir rəyi üstün görə bilərəm və sabahdan sonraki gün mən onu tərk edə bilərəm. Yəni, bu sözlər hamısı, yəni, görürsünüz ki, böyük imamın Əbu Hənifə rahimehullahın sözləri insanları təqliddən və bir məzhəbə təəssübkeşlik etməkdən qadağan edən sözlərdir. Və həmçinin Əbu Hənifə rahimehullah deyərdi ki, İzə qultu qavlən yuxalifu kitaballah və xabarar Rasuli sallallahu aleyhi və səlləm fətruku qavli. Əgər deyir ki, mən bir söz deyərəmsə və mənim bu sözüm Allahın kitabına və Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə müxalif olarsa, mənim sözümü tərk edin. Mənim sözümü tərk edin. Yəni, bu sözlər, Əbu Hənifə rahimehullahın bu sözlərini bir neçə alimlər, İbn Abdülbər, həmçinin Hənəfi məzhəbindən olan İbn Abidin və Salih el-Fəllani və İbn Qeym rahimehullah və digər alimlər bu imamın, bu böyük imamın sözlərini bizə nəql ediblər. Və sonra İmam Malik rahimehullah. İmam Malik rahimehullah
Malik ibn Enes rahimehullah deyərdi ki, İnnəmə ənə bəşərun uxti'u və usibu fənzuru fi ra'yi fəkullu mə vafəqəl kitəbə və sünnətə fəxuzuhu və kullu mə ləm yuvafiq fətrukuhu. Deyərdi ki, mən yalnız bəşər övladıyam, Adəm övladıyam. Mən xəta da eləyə bilərəm, mən düz də danışa bilərəm. Siz mənim rəyimə, siz mənim sözümə, siz mənim fikrimə baxın. Əgər mənim sözüm Allahın kitabına və Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnətinə müvafiq olarsa, o zaman sözümü götürün. Əgər mənim sözüm Allahın kitabına və Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə müxalif olarsa, o zaman onu tərk edin. Onu tərk edin. Və həmçinin İmam Malik rahimehullah deyərdi ki, Leysə əhədun bə'dən nəbiyyi sallallahu aleyhi və səlləmə illə və yu'xəzu min qavlihi və yutraku illən nəbiyyi sallallahu aleyhi və səlləm. İmam Malik rahimehullahın məşhur bir sözüdür və deyərdi ki, Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra heç bir kimsənin sözü nə götürülə bilməz, nə də ki, tərk oluna bilməz. Yəni, əgər bir kimsənin sözü mütləq şəkildə götürülüb və mütləq şəkildə tərk olunmalıdırsa, o yalnız Peyğəmbər sallallahu aleyhi və səlləmdir. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləmin sözü mütləq şəkildə götürülür. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin qadağanı, yəni mütləq şəkildə tərk olunur. Və mütləq şəkildə xüsusi olaraq sözü götürülən yalnız Peyğəmbər sallallahu aleyhi və səlləmdir deyir. Və həmçinin İmam Malik rahimehullahdan digər başqa sözləri də rəvayət olunur. Və həmçinin İmam Şafi rahimehullah. İmam Şafi rahimehullah Muhammed ibn İdris Əş-Şəfi'i rahimehullah, yəni bu böyük, bu əzəmətli imam, yəni ondan bu barədə məzhəbə təqlid etməyin və təqlidçiliyin qınanılması barəsində olduqca çox sözlər var. Və onun tabiçiləri və onun tələbələri və onun ardınca gedənlər onun sözünə əməl etməkdə insanları ötüb keçmişdilər. Yəni, onun tabiçiləri sünnəyə tabi olmaqda daha üstün, daha öndə olan kimsələr idilər. Və İmam Şafi rahimehullah deyərdi ki, "Mə min əhədin illə və təzhəbu alayhi sunnətun li Rasulillahi sallallahu aleyhi və səlləm və tə'zub anhu, fəməhmə qultu min qavlin əv asaltu min aslin fihi an Rasulillahi sallallahu aleyhi və səlləmə xilafu mə qultu, fəl-qavlu mə qalə Rasulullah və huvə qavli." İmam Şafi rahimehullah deyərdi ki, əgər sizə Peyğəmbər sallallahu aleyhi və səlləmin bir hədisi gəlib çatarsa, yəni bir kimsəyə Peyğəmbər sallallahu aleyhi və səlləm bir sünnəti gəlib çatarsa və o ondan üz döndərərsə və mənim sözüm nə olursa olsun, o Peyğəmbər sallallahu aleyhi və səlləmin sözünü götürsün. Əgər mənim dediyim söz və yaxud da ki, mənim qoyduğum hər hansısa bir fikir Peyğəmbər sallallahu aleyhi və səlləmin sözünə müxalif olarsa, bu zaman üstün olan Peyğəmbər sallallahu aleyhi və səlləmin sözüdür. Və elə o da mənim məzhəbimdir. Və o da mənim sözümdür. Və həmçinin İmam Şafi rahimehullah deyərdi ki, "Əcmə'əl muslimunə alə ənə mən istəbənə ləhu sünnətun an Rasulillahi sallallahu aleyhi və səlləm ləm yəhillu ləhu ən yədə'hə li qavli əhədin." Deyərdi ki, müsəlmanlar icma ediblər ki, əgər Peyğəmbər sallallahu aleyhi və səlləmin bir sünnəti bizə bəyan olarsa, bizə gəlib çatarsa, yəni onu bir kimsənin sözünə görə tərk etmək halal deyil. Yəni əgər Peyğəmbər sallallahu aleyhi və səlləmdən bir sünnəsi bizə gəlib çatıbsa, hər hansısa bir əməldir və ya sözdür və ya duadır və ya zikirdir, başqa bir kimsənin sözünə görə həmin sünnəni tərk etmək halal deyil. Və deyir ki, alimlər demir, deyir ki, müsəlmanlar bunun üzərində icma ediblər. Müsəlmanlar bunun üzərində icma ediblər. Və həmçinin İmam Şafi rahimehullah deyərdi ki, "İzə vəcədtum fi kitabi xilafə sünnətə Rasulillahi sallallahu aleyhi və səlləmə fəqulu bi sünnəti Rasulillah sallallahu aleyhi və səlləm və də'u mə qultu və fi rivayətin fəttəbi'uhə və lə
teltefitu ilə qavli əhədin. İmam Şafi rahimehullah deyərdi ki, əgər mənim kitabımda Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə müxalif olan bir şey görsəniz, o zaman Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsini götürün. Mənim sözümü isə tərk edin. Və siz Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə tabi olun və başqa heç bir kimsənin sözünə məhəl qoymayın. Və həmçinin İmam Şafi rahimehullah deyərdi ki, əgər hədis səhihdirsə, o mənim məzhəbimdir. Əgər hədis səhihdirsə, o mənim məzhəbimdir. Və İmam Şafi rahimehullah yenə başqa bir yerdə buyurur ki, kullu məsələtin sahha fihəl xabaru an Rasulillahi sallallahu aleyhi və səlləmə ində əhlin nəqli bi xilafi mə qultu fə ənə raciun anhə fi həyati və bə'də məməti. İmam Şafi rahimehullah deyərdi ki, hər bir məsələ, o məsələ ki, o məsələdə Peyğəmbər sallallahu aleyhi və səlləmdən səhih bir hədis gəlib, hədis əhlindən səhih bir hədis gəlib çatıb və mən o məsələdə Peyğəmbər sallallahu aleyhi və səlləmdən gələn hədisə müxalif olan bir söz demişəm, mən həyatımda və ölümümdən sonra mən o fikirdən qayıdıram. Yəni, baxın, əgərdir ki, bu məsələdə mənim sözüm Peyğəmbər sallallahu aleyhi və səlləmin səhih bir hədisinə müxalifdirsə, mən artıq bu fikrimdən, bu rəyimdən qayıdıram, tövbə edirəm. Və həmçinin İmam Şafi rahimehullah deyərdi ki, İzə rəəytumuni əqulu qavlən və qad sahhə anin nəbi sallallahu aleyhi və səlləmə xilafuhu fə'ləmu ənə aqli qad zəhəb. Yəni, baxın, bu böyük alimlərin, Allahdan qorxan, ibadət əhli olan və uca bir elmə sahib olan bu böyük alimlər. Yəni, baxın, necə təvazükar yanaşırlar. Yəni, bugünkü gün insanlara məzhəbləri məcbur edənlər və məzhəblə getməyən kimsələri qınayanlar və məzhəblə getməyən kimsələrə sənin ibadətin qəbul olunmur deyən kimsələr. Yəni, baxın, İmam Şafi rahimehullah deyir ki, əgər mən bir söz desəm, bir fətva versəm, bir məsələ barəsində və görsəniz ki, mənim sözüm Peyğəmbər sallallahu aleyhi və səlləmdən gələn səhih bir hədisə müxalifdir, bilin ki, mənim artıq ağlım gedib. Bilin ki, artıq mənim ağlım gedib. Yəni, baxın, hədis qarşısında, dəlil qarşısında böyük imamın təvəzzükarlığı. İmamlıq budur, elm budur, tabiçilik budur, alimlik budur. Bilin ki, artıq mənim ağlım gedib. Yəni, mən bu sözü Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə xilaf olan bu fətvanı, bu sözü demişəm və mənim artıq ağlım gedib, ağlım yerində deyil. Yəni, mənim sözümü qəbul etməyin. Və həmçinin İmam Şafi rahimehullah deyərdi ki, mənim dediyim hər bir söz ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin sözünə müxalifdir, onun hədisinə müxalifdir və Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisi daha öncədir, mənə təqlid etməyin. Fələ tuqalliduni, mənə təqlid etməyin deyir. Və həmçinin İmam Şafi rahimehullah deyərdi ki, kullu hadisin anin nəbi sallallahu aleyhi və səlləmə fəhuvə qavli və illəm təsmə'uhu minni. Deyərdi ki, bu böyük imam Peyğəmbər sallallahu aleyhi və səlləmdən eşitdiyiniz, sizə gəlib çatan hər bir hədis mənim sözümdür. Hətta onu məndən eşitməsəniz belə. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm sizə nəyi əmr edirsə, mən də sizə ona əmr edirəm. Yəni, bu da ki, bu böyük imamların haqq qarşısında olan, dəlil qarşısında olan təvəzzükarlığıdır. Və İmam Şafi rahimehullahın bu gözəl sözlərini bizə Abdurrahman ibn Əbi Hatim rahimehullah və həmçinin Əbul Qasim Səmərqandi və həmçinin Əbi Hafs Əl-Müəddəb və Əbu Nuaym Hilyə kitabında, İbn Asakir və digər alimlər bizə bu böyük alimin sözlərini, bu dəyərli sözlərini bizə nəql ediblər. Və həmçinin dördüncüsü İmam Əhməd rahimehullah. Və İmam Əhməd rahimehullah özü də Əhməd ibn Həmbəl rahimehullah özü də yəni sünnəyə tabiçilikdə məşhur olan və sünnəni təzim etməklə tanınan bir imam idi. Və bu imam
yəni insanların bir məsələdə rəyini, fikrini və yaxud da ki, təəssüblükkeşlik etməyi kiməsə və yaxud da ki, hər hansısa bir məzhəbə, imama təqlid etməyi qınayan alimlərdən idi və bunları xoşlamırdı. Və İmam Əhməd rahimehullah deyərdi ki, "Lə tuqallidni və lə tuqallid Malikan və lə Şafi'iyyə və lə Əvza'iyyə və lə Səvriyyə və xuz min haythu əxəzu." Deyərdi ki, mənə təqlid etmə. İmam Malikə təqlid etmə. İmam Şafiyə təqlid etmə. İmam Əvza'iyyə, İmam Səvriyyə təqlid etmə. Onlar hardan götürüblər, sən də oradan götür. Onlar hardan qaynaqlanıblar, sən də oradan qaynaqlan. Onlar dəlili hardan əldə ediblər, sən də oradan əldə et. Təqlid etmə. Və başqa bir rivayətdə İmam Əhməd deyərdi ki, "Lə tuqallid dinəkə əhədə min həuləi, mə cəə anin nəbiyyi sallallahu aleyhi və səlləmə və ashabihi fəxuz bihi, thumma təbi'inə bə'dur rəculi fihi muxayyarun." Deyərdi ki, dinində heç bir kimsəyə təqlid etmə. Və Peyğəmbər sallallahu aleyhi və səlləmlə və onun sahabələrindən gələnləri götür. Bundan yapış. Sonra tabeinlər və sonra onlardan gələn kimsələr barəsində ixtiyar sahibisən. İstəsən götürə bilərsən, istəsən götürməyə bilərsən. Və başqa bir rivayətdə İmam Əhməd rahimehullah deyərdi ki, "Əl-ittiba'u en yettabi'ar-raculu ma ja'a anin-nabiy sallallahu alayhi və sallam və an ashabihi, thumma huwa min ba'di tabi'in muxayyarun." Yəni tabeçilik bir kimsənin Peyğəmbər sallallahu alayhi və sallamdan və ondan sonra sahabelərdən gəldiyinə tabe olmasıdır. Onlardan gələnlərə tabe olmasıdır. Sonra tabeinlərdən sonra isə artıq insan ixtiyar sahibidir. İstəsə götürə bilər, həmin kimsənin sözünü, istəsə tərk edə bilər. Və həmçinin İmam Əhməd rahimehullah deyərdi ki, İmam Əvza'inin, İmam Malikin, Əbu Hanifənin sözləri yalnız rəydir, fikirdir, fətvadır. Və onların deyir ki, sözləri, fikirləri mənə görə bərabərdir, eynidir. Yəni, İmam Əbu Hanifə rahimehullah da bəşərdir, Adəm övladıdır. İmam Malik də, İmam Əvza'i də, İmam Şafi də və digərləri hamısı bəşərdir, hamısı eynidir. Heç bir fərqi yoxdur. Mənə görə deyir ki, hüccət, dəlil, burhan, sübut, Quran və sünnədir. Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisləridir. Və həmçinin İmam Əhməd rahimehullah deyərdi ki, kim Peyğəmbər sallallahu aleyhi və səlləmin bir hədisini rədd edərsə, artıq o həlakın başındadır. Yəni, artıq həlaka tərəf gedir. Həlaka tərəf üz tutur. Artıq o həlakın uçurumundadır. Və yəni, Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisini tərk edib, öz məzhəbini üstün görən, öz məzhəbini üstün tutan kimsələr artıq Allah qorusun, yəni həlakə tərəf üz tutmuş kimsələrdir. Və bu, böyük imamların özlərini və özlərinə tabi olan kimsələri və öz tələbələrini təqliddən və təəssübkeşlikdən çəkindirmək barəsində sözləri idi. Və sonra Şeyx Rasulullah buyurur ki, Hafizahullah, deyir ki, bugünkü gün məzhəblə gedən kimsələrin halı təəccüblüdür. Və deyir ki, onlar furu' məsələlərində, əhkam məsələlərində məzhəb imamlarına təəssübkeşlik edirlər və onlara təqlid edirlər. Halbuki deyir ki, bu imamlar, bu məzhəb imamları, bu məzhəbin sahibləri, onlar deyir ki, bu insanları özlərinə təqlid etməkdən qadağan etmişdilər. Bunlar onlara təqlid edirlər, amma bu imamlar özlərinə təqlid etməkdən insanları çəkindirmişdilər. Yəni, bunlar əhkam məsələlərində məzhəb imamlarına təəssübkeşlik edirlər. Bu əhkam məsələləridir.
Əqidə məsələlərinə gəldikdə isə onlar tamamən məzhəb imamlarına müxalifdirlər. Onlar tamamən məzhəb imamlarına müxalifdirlər. Və onlar özlərini məzhəbçi adlandırırlar. Hənəfi, Şafi, Maliki, Həmbəli. Amma baxırsan ki, əksəriyyəti bu məzhəb imamlarına əqidə məsələlərində müxalif olublar. Əşariliyə düşüblər. Əksəriyyəti də əşari olublar. Yəni burada sadəcə və sadəcə bəzi İmam Əhmədin məzhəbinə tabe olanları, bəzilərini çıxarmaq olar. Geridə qalan məzhəblərə tabe olanların əksəriyyəti əqidə məsələlərində məzhəb imamlarına müxalif olublar. Sələfə tabe olmayıblar. Əqidə məsələlərində sələfə tabe olmayıblar. Və Əbu Hənifə rahimehullah, buna bir misal çəkirik. Əbu Hənifə rahimehullah əqidəsi sələf etiqadı idi. Əhlüsünnə etiqadındaydı. Və Şeyxülislam İbn Teymiyyə rahimehullah Əl-Həməviyyətil Kubra kitabında bunu nəql edir. Deməli, isnadla Əbu Hənifə rahimehullahdan rivayet olunur. Əbu Muti Əl-Həkəm ibn Abdillah Əl-Bələxi deyir ki, mən deyir ki, əqidə barəsində Əbu Hənifə rahimehullaha sual verdim. Əqidə barəsində Əbu Hənifə rahimehullaha sual verdim. Bunu Şeyxülislam İbn Teymiyyə rahimehullah nəql edir. Və deyir ki, Əbu Hənifə rahimehullah dedi ki, bir günaha görə bir müsəlmanı təkfir etmə. Və bir günaha görə bir müsəlmanı İslamdan çıxarma, imandan çıxarma. Yaxşılığı əmr et, pislikdən çəkindir. Və bil ki, sənin başına gələn səndən yan keçən deyil. Və səndən yan keçən sənin başına gələn deyil. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabələrinin heç birindən üz döndərmə. Və وَلَا تُوَالِ أَحَدًا دُونَ أَحَدٍ وَأَنْ تَرُدَّ أَمْرَ عُثْمَانَ وَعَلِي إِلَى اللّٰهِ عَزَّ وَجَلَّ إِلَى أَنْ قَالِ. Və yəni bir kimsəyə görə başqa bir kimsə ilə dostluq etmə. Və sən Osman və Əli arasında baş verənləri, yəni sahabələr arasında olan ixtilafları Allaha qaytar. Və sonra nə deyir? Baxın, Əbu Hənifə rahimehullah deyir ki, Lə ə'rifu Rabbi fis-səmə. Və Əbu Muti' Əl-Həkəm ibn Abdillah Əl-Bələxi deyir ki, sonra Əbu Hənifə rahimehullah belə dedi. Bir kimsə deyərsə ki, mən bilmirəm ki, mənim Rəbbim səmadadır, yoxsa yerdədir, bu kimsə deyir kafirdir. Yəni, baxın, bugünkü gün özlərinə Hənəfi deyib, Hənəfi məzhəbindən gedirəm deyib, Əbu Hənifə rahimehullahın məzhəbinə özlərini nisbət edib, əşari etiqadında olan kimsələr və Allahın hər yerdə olduğunu etiqad edən kimsələr. Yəni, baxın, Əbu Hənifə rahimehullah nə deyir? Yəni, bir kimsə deyir ki, deyərsə ki, mən bilmirəm ki, mənim Rəbbim səmadadır, yoxsa yerdədir, bu kimsə deyir ki, kafirdir. Və buna Allahın bu ayəsini dəlil gətirir ki, Ər-Rəhmənu aləl-arş istəvə. Rəhman arşa istiva etdi. Və arşuhu fəvqə səməvətihi. Və Əbu Hənifə rahimehullah sonra buyurur ki, və Allahın ərşi də səmanın üzərindədir. Səmanın üzərindədir. Və sonra Əl-Həkəm ibn Abdillah Əl-Bələxi davam edir. Deyir ki, sonra Əbu Hənifə rahimehullah dedi ki, İnnəhu aləl arş istəvə və ləkinnəhu yəqulu lə ədri əl-arşu fis-səmə əm fil-ard. Deyir ki, ola bilər ki, bir kimsə desin ki, hə, Allah ərşinə istiva etdi, ərşinə ucaldı. Amma mən bilmirəm ki, ərş göydədir, yoxsa yerdədir. Əbu Hənifə rahimehullah deyir ki, bu kafirdir.
Bir kimsə deyir ki, deyərsə ki, mən bilmirəm ki, ərş səmadadır, yoxsa yerdədir, bu kimsə deyir ki, kafirdir. Çünki deyir ki, Allah ucalardan ucadır. Və bir kimsə deyir ki, dua etdiyi zaman ucaya, yəni yuxarı olaraq, üstünə olaraq dua eləyir. Heç kim aşağı dua eləmir. Bunu Əbu Hanifə rahimehullah deyir. Və həmçinin digər başqa ləfzlər də Əbu Hanifə rahimehullahdan nəql olunur. Və bu, baxın, Əbu Hanifə rahimehullah Allahın səmada və ya yerdə olmasını tərəddüd edən, dayanan kimsə barəsində Əbu Hanifə rahimehullahın fətvasıdır. Yəni, bu kimsəni təkfir eləyir. Deyir ki, o kimsə kafirdir. Yəni, hələ demir ki, Allah hər yerdədir deyir. Yəni, bundan daha betərdir. Bugünkü gün özünə Hənəfi deyənlər, bugünkü gün özünə mən Hənəfi məzhəbi ilə gedirəm deyənlər, Əbu Hanifə rahimehullahın qarşısına çıxsaydı, bəlkə də Əbu Hanifə rahimehullah onların o etiqadına görə onları təkfir eləyərdi. Yəni, budur sizin məzhəblə getməyiniz. Yəni, baxın, Allahın səmada olduğunu inkar eləyən kimsə Əbu Hanifənin qarşısına çıxsaydı ona nə deyərdi? Hələ bu inkar eləyən kimsə deyil. Bu sadəcə deyir ki, mən bilmirəm Allah göydədir yoxsa yerdədir. Tərəddüd eləyir. Bu kimsəni təkfir eləyir Əbu Hanifə. Görür o kimsə ki, Allah hər yerdədir və yaxud da ki, Allahın ucalığını, ərşə istifa etdiyini inkar eləyən kimsə Əbu Hanifənin qarşısına çıxsaydı, Əbu Hanifə ona nə deyərdi? Əlbəttə ki, bu daha da təhlükəlidir. Ona görə bunlar hamısı nəyi göstərir? Yəni, özlərini məzhəbə nisbət edib və insanlara məzhəbi vacib edib və sən mütləq məzhəblə getməlisən deyən kimsələrin özləri əqidə məsələlərində bu məzhəb imamlarına tabe olmayan kimsələrdir. Və inşallah bu mövzunun geri qalan hissəsini gələn dərsimizdə davam edəcəyik. Allahdan istəyirəm ki, Allah Taala bizlərə Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsinə tabe olmağı müvəffəq eləsin. Allah Taala bizlərə haqqı görüb haqqı tabe olanlardan və batili görüb batildən çəkinən kimsələrdən etsin. Subhanaka Allahumma və bihamdik, əşhədu an la ilahə illə ənt, əstəğfiruka və ətubu ileyk.